Mən Şahlay Məmmədov, 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda KPMG şirkətinin Bakı ofisində baş hüquq meneceri kimi fəaliyyət göstərirəm. Eyni zamanda Vəkillər Kollegiyasının üzvüyəm və İngiltərədə solicitor kimi çalışıram. Paralel olaraq ADA Universitetində hüquq fənnini tədris edirəm. Yüksəliş müsabiqəsinə qatılmağımın səbəbi özümün idarəetmə bacarıqlarımı yoxlamaq idi. Bunu sanki bir diaqnostika kimi düşündüm və düşündüm ki, ölkənin ən prestijli müsabiqəsində iştirak eləməklə özümü tanımağa və öz bacarıqlarımı və biliklərimi necə inkişaf etdirməli olduğumu və hansı hissələrdə daha da yaxşılaşdıra biləcəyimi öyrəndim. Sizcə müsabiqənin ən çətin mərhələsi hansıdır və onun öhdəsindən necə gəldiniz? Müsabiqənin ən çətin mərhələsi düşünürəm ki, finalın son günü idi. Niyə? Çünki artıq kifayət qədər gərginlik və yorğunluq öz əksini göstərirdi və ona görə də həmin mərhələdə, yəni yorğunluğun olduğu mərhələdə daha öz soyuqqanlı davranmaq və düzgün qərar qəbul etmək və enerjini sona kimi saxlamaq düşünürəm ki, çətinlik yaradırdı və bunun öhdəsindən müəyyən hallarda özümü tək qırağa çəkilərək rahatlatmağa və düşünməyə və bundan sonra nələri etməli olduğumu planlaşdırmaqla öhdəsindən gəldim. Finaldan öncə qalib gəlmək üçün bir super güc seçmək imkanınız olsaydı, hansı gücü seçərdiniz və niyə? Şəxsin özünün bacarıqları və bilikləri özü bir super gücdür. Çünki o gücü mən hesab edirəm ki, kənarda almağa ehtiyac yoxdur. Bu sizin özünüzdə var və ona görə də siz özünüzə inansanız və öz potensialını göstərə bilsəniz, sizin qalib olmağınız üçün hər hansı bir əlavə gücə ehtiyacınız yoxdur.